Salamlayıram hər birinizi, dəyərli izləyicilər. Bugünlük olan suallarımızın izahına keçid alaq. Sualımız belədir ki, aşağıdakı ədədlərdən hansının ikili say sistemində yazılışındakı sıfırlar və birlərin sayı bərabərdir? Ancaq bir yolu var. Bunu biz başlayaq 40 deyək. 40 nədir? 1, 2, 4, 8, 16, 32-dən yazsaq. 1, 0, 1, 0, 0, 1. 3 dənə, ay, belə 40 özü oldu. Təsadüfdən gəldi, düzgün cavabı tapdıq. 3 dənə 1 var, 3 dənə də 0 var. Düzgün cavabımız 40-dır. 43 niyə deyil? Gəlin yoxlayaq. 1, 2, 4, 8, 16, 32, 1, 1, 1, 1, 0, 0. Gördünüz, 2 dənə 0, 4 dənə 1 var. Bu deyil. 45 niyə deyil? 1, 2, 4, 8, 16, 32, 1, 2, oy, nə oldu hocam? 1, 1, 1, 1, 0, 0. 47-ni yazsam, yazaram 1, 1, 1, 1, 1, 0 olur, bu 0 olacaq. 49-u yazsam, 32, 40, 32'nin üstünə 16 gəlsəm, eləcə 48, bir dənə də 1'ə 1 yazacaq. Bu da olur axı. 49'u yazaq qoy. 32, 16, 8, 4, 2, 1. Demək 49, 32'nin üstünə 16 gəlində eləyir 48, 1, 1. Bir dənə də buna 1. Burada da olunda axı cavabımız eyni olunda. 32'nin üstünə 16 gəlində 32 üstə 16, 48. Düzdür. Bir dənə də 1. Elde 49. Qalanlarına 0 yazmışam deyə bu da eyni cavab alınır. Həm 49 cavab ödəyir burada, həm də 40 cavab ödəyir. Əgər hansınsa yazmışsınızsa, hər ikisi də düzgün hesab olunacaq. Keçək növbəti sualımıza. Bu da maraqlı suallarımızdan biridir. Deyir ki, ABCD hərfləri uyğun olaraq, yəni A-ya, B-yə, C-yə və D-yə uyğun olaraq kodlar mənimsədilər. Və bu kodlar belədir ki, A-ya 00, B-yə 01, yəni ardıcıllıqla uyğun olaraq yazdığına görə 00-ı A-ya, 01-i B-yə, 10-ı C-yə deyirəm, 1-1-i də D-yə qəbul etdirirəm. Sonra deyir ki, BACD simvollar ardıcılığı bu qayda ilə kodlaşdırılır. Sonrasını oxuyarıq. Gəlin bu qayda ilə BACD-ni kodlaşdıraq. BACD-ni kodlaşdıraq. B nədir? 01. A nədir? 00. C nədir? 10. D nədir? 1, 1. 10 dedim ona. 1, 0. O da 1, 1'dir. Sonra kodlaşdırdıq mı? Buna okey. Deyir ki, 16'lıq say sistemində yazılar hansı ədəd alınır? Gəlin bunu 16'lıq say sistemində yazaq. 16'lıq say sistemində yazmaq üçün hər bir ikili ədədi mən neçə ayırmalıyam? 4-4 ayırıb qruplaşdırmalıyam, düzdür? Qruplaşdırdım və üzərinə 1, 2, 4, 8'imi yazıb rahatlıqla həll edirəm. 4'ün üstündən xətt çəkdim, 8'in üstünə 2, 10, 10'un üstünə də 1, 11. 11 nədir? 16'lıq say sistemində B-dir, düzdürmü? Daha sonra indi bunu eləyək. 1, 2, 4, 8 deyək. Digərlərini yoxdur deyə üstünə xətt çəkirəm. Bir dənə 4 var. Onu da yazıram 4. Deməli nə oldu? 4, B, 16'lıq say sistemində. Baxın, Y variantında göstərildiyi kimi. Keçək növbəti sualımıza. Növbəti sualımızda deyir ki, bu ədədlərdən hansı ən böyükdür deyir. Ən böyük olmağını biz bunu istəyiriksə üzərini nömrələyərək, istəyiriksə 1, 2, 4, 8 yazmaqla da eləyib tapa bilərik. Amma o uzun olacaq.
Baxırıq birinci sıraya. Hamısında birdir, düzdürmü? Baxın, 1 ilə başlayır. Düzdür. Hələ ki eyni gedir. 0 ilə başlayırmı? Avtomatik bu getdi. İkincisi 0 olan varmı? Bir də bu var. B ilə A-nı apardım. Yoxdur bunlar. Elə ki görmürəm bunları artıq. Sonra keçdim. İkinci simvollarım eyni idi də hələ ki. Keçirəm üçüncüyə. Üçüncüdə 0 gəldi mi? Bəli. Bax bunlarda 0 gəlir. Bunda 1 gəlir. Deməli bu hamısından böyükdür. 5120 byte. Üzerine gələk. 440 kilobayt. Üzerine de gələk 8192 bit. Video faylı ümumilikdə nə qədər yaddaşda yer tutar deyir. Baxıram ki, bir dənə byte-la cavabım, 2 dənə cavabım byte-la. Neyse, gəlin byte-la tapaq, sonra əgər lazım olarsa kilobayta çevirərik. Yazıram 5120 byte. Ama kilobayta da çevirə bilərəm əslində. Sən kilobayta çevir. 5120 ne çevirəndə 1024'e bölsəm 5120'ni. Yəni küsü ona. Niyə bölürəm? Çünki kiçikdən böyüyə gedəndə bölməliyəm. Bölürəm 1024'e. Qalır nə? 5 kilobayt. Düzdürmü? 5120'ni böldüm 2 üstü 10'a. Alanı nə? 5 kilobayt. Üzərinə gəlirəm 440 kilobaytı. Bunun üzerine gəlirəm 1 kilobayta çevirmək üçün 2 üstü 13'e bölməliyəm. 2 üstü 13 ilə məncə 8192 etməlidir. 892 bölünsün 8 bölünsün 1024 bəli. Bu da elə 1 kilobayt. Yaxşı ki kilobayta çevirdik. Bu da elədi 1 kilobayt, düzdürmü? Nə eləyir? 445, bu da 446 kilobayt. 446 kilobayt ümumilikdə bu qədər. Faylım mənim yaddaşımda yer tutur. Keçək ən sonuncu sualımıza. Bu da ölçü vahidləri ilə bağlı suallarımızdır. Düşünürəm ki, bu həftədən artıq ölçü vahidləri ilə olan suallarımızı yekunlaşdırmağa çalışacağım. Çünki məncə demək olar ki, hər şeyi burada bilirim. Sayı sistemlərinin toplaması, çıxması, vurması, bölməsi olmaqla davam edəcək. İndi nə deyir mənə? Deyir ki, 2 üstü 23 bit. Üzerine gel 2 üstü 20 byte. Üzerine gel 8 üstü 5 kilobayt. 8 üstü 5'i yazım 2 üstü 15. Düzdür mü? 2 üstü 3 üstü 5 yazım. Böyle daha aydın olsun. 2 üstü 3 üstü 5 kilobayt. Beraber neçə megabayt da deyir. Deməli, hamısını megabayta çevirməliyim. 223 bit elə 1 megabaytdır mı? Razısın məncə məndən. 2 üstü 20 byte. Yenə 1 megabaytdır mı? 220'ye bölsəm byte'dan megabayta bax. Bit, byte, kilobayt, megabayt. Bit nədir? 8'e bölürəm. Bitdən byte'a keçəndə 8'e bölürəm. Byte'dan bitə keçəndə vururam. Hələ ki buradan byte'dan bitə keçmə yoxdur deyə buna ehtiyac yoxdur. Bitdən bax 223'dən söhbət gedir. Bax bunu niyə mən 1 megabayt yazdım onu izah edirəm. Bitdən mən hara getməliyəm? Megabayta getməliyəm. Düzdür? Bax bu bitdən getməliyəm megabayta. 2 üstü 3'e böldüm mü? Yəni 8'e böldüm mü? Getdim bayta. Baytdan kilobayta getmək üçün 2 üstü 10'a böləcəm mi? Böləcəm. Kilobaytdan megabayta getmək üçün yenə 2 üstü 10'a böləcəm mi? Böləcəm. Toplamda neçəyə böldüm? 2 üstü 20 və böldüm. 2 üstü 23'e də böləndə 1 megabayt elədi. İndi 2 üstü 20 baytı verib mənə. Bunu sileyim. 2 üstü 20 byte verib mənə. Bax buradayım. 2 üstü 20 byte verib. Byte'dan kilobayta keçəndə 2 üstü 10'a böldüm. Bir dəfə böldüm. Bir dəfə də 2 üstü 10'a bölüb megabayta keçəcəm mi? Keçəcəm. Buna görə mən bunu 2 üstü 20'ye böləcəm. Bu da eləyəcək 1 megabayt. Üzərinə gəl. Bu nə elədi? 2 üstü 15 kilobayt. 2 üstü 15 kilobaytı da kilobaytdan megabayta keçmək üçün mən bunu yenə 2 üstü 10'a böləcəm mi? Böləcəm. Böləndə nə qalacaq? 2 üstü 10'a bölsəm qalacaq 2 üstü 5 kilobayt. Qoy silim elə burada bir dəfəni. 2 üstü 5 kilobaytımı yazdım. 2 üstü 5 kilobaytımda, megabaytımda yazdım.
Artıq çevirdim axı 2 üstünü. 5 megabayt oldu. 2 üstü 5'in də nədir? 32. 32'nin də üstünə, bax bu 32'dir. 32'nin üstünə də 2 gələndə eləyəcək 34 megabayt. Cavabım oldu B variantı. Hələlik. Dinlediğiniz için teşekkür ederim.